Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin 9-cu sinif şagirdləri ilə birlikdə imtahan öncəsi həm motivasiya edici, həm də yadda qalan çox maraqlı bir yarış keçirdik. Bloomqut platformasında təşkil olunan və Riyaziyyat Krallığı adlanan bu oyun sadəcə bilik yarışı deyildi. Burada sürət, diqqət, məntiq və pozitiv enerji bir aradaydı. Şagirdlər oyuna daha da rəng qatmaq üçün özlərinə riyazi düşüncəni əks etdirən fərqli və maraqlı ləqəblər seçdilər. Natural ədədlər, 9x9, Polyped, Viet və daha neçə yaradıcı adlar. Hər sualda onların həyəcanı, qalib olmaq istəyi və rəqabət ruhu hiss olunurdu. Oyunun ən maraqlı hissələrindən biri isə hazırladığım sürpriz suallardan biri oldu. Sualların birində sizin ən çox sevdiyiniz müəllim kimdir sualı verilmişdi. Variantlarda fərqli müəllim adları olsa da, uşaqlar başqa ad seçəndə sistem cavabı səhv göstərirdi. Çünki doğru cavab yalnız Şahnaz müəllim idi. Bu hissə uşaqlar üçün həm gözlənilməz, həm də çox əyləncəli anlara səbəb oldu. Bu yarışın keçirilməsində informatika kabinetində bizə yaradılan gözəl şərait və dəstəyə görə təşəkkür edirik. Və sonda Riyaziyyat Krallığı oyununun qalibləri bəlli oldu. Birinci yer Natural ədədlər ləqəbli Nuray, ikinci yer 9x9 ləqəbli Selcan, üçüncü yer Polyped ləqəbli Ayaz. Bütün şagirdlərimizlə fəxr edirik. İnanırıq ki, bu motivasiya, birlik və gözəl enerji onları imtahanda daha da uğur aparacaq.